Cədvələ əsasən X, Y və Z-i müəyyən edin. Geoxronoloji cədvələ əsasən məlumdur ki, sürünənlərin meydana çıxması və iynəyarpaqlı bitkilərin yaranması daş kömür dövrünə, ali məməllərin və əsl quşların meydana çıxması ilə çiçəkli bitkilərin yaranması təbaşir dövrünə, pəncə üzgəcli balıqların yaranması və toxumlu qıcların meydana çıxması isə Devon dövrünə aiddir. Deməli, X daş kömür, Y təbaşir, Z isə Devon. Düzgün variantımız C variantıdır.